Bugün müracaat etdi ki, Word proqramında hər dəfə yazarkən səhifəni açıram, Word səhifəsini, kalibri və 10 şriftini və mən hər dəfə yazmaqdan ötürü Times New Roman və 14 şriftini seçəndən sonra başlayıram yazmağa. Mümkündürmü ki, yəni açılanda Times New Roman bir dəfəlik 14 şriftini açılsın, mən birbaşa yazım. Bəli, belə bir şey mümkündür. Bu dəqiqə mən yenə bunu new bir əmrini versin, yeni bir sənəd açılır. Bax görürsünüz. Bəli, kalibri və 10 şriftini açılır. Font length qrupuna giririk. Aşağıda vurandan sonra bax aşağıda sağ tərəfdə balaca bir cam üzərində vururuq. Və belə bir pəncərə gəldi ekrana. Biz burada Times New Roman şriftini seçirik. Yəni bizim istəyimizdən aslında Arial seçə bilərik. Yəni hansı şrifti istəyirsək və həmişə hansı şriftdə açılmağını istəyiriksə əgər həmin şrifti seçirik. Times New Roman. Buradan da şriftin ölçüsünü seçirik. 14 şrift ilə. Bunu seçdikdən sonra, yəni istənilən məsələn istəyərik ki, bütün şriftlər qalın olsun, italik olsun, bütün istədiyimiz seçimləri etdikdən sonra baxın set as default əmri var burada. Bunu mütləq vurmaq lazım. Bunu vurandan sonra bax ekrana belə bir pəncərə gəldi. Bu bizdən soruşur. Etdiyiniz dəyişiklik, yəni seçdikləriniz yalnız bu sənədə aid olsun və yaxud da ki, bundan sonra açılan bütün səhifələrə aid olsun. Bütün sənədlərə aid olsun. Biz seçdik ki, bundan sonra açılan bütün sənədlərə bu aid olsun. Bəli, bundan sonra biz Word proqramını açanda görürsünüz Times New Roman 14 şriftindən açılır. Baxın görürsünüz Times New Roman 14 şriftindən açılır. Bax indi nə qədər new əmrini vursa və ya Ctrl N düyməsini vurur. Baxın Ctrl N vurur. Bax Document 3 Times New Roman 14 şriftinə baxın. Yeni bir sənəd açdım Times New Roman 14 şriftindən. Yəni maraqlı oldusa dostlarınızla da paylaşın. Onlar da məlumatlı olsunlar.